Salam dostlar, gördüyünüz kimi maşında injektorun işığı yanır. Diaqnostik elədim. Diaqnostikanın nəticəsində məlum oldu ki, evap sistemində yüngül sızma var. Axtardığım motorxanada heç nə tapa bilmədim. Yəni oradan xəttləri yoxladım. Heç bir problem çıxmadı. Problem ondan oldu ki, zapravkada yanacaq vuranda klapan tam bağlanmır. Yəni çox yüngül bir sızma olub. Ona görə də belə bir aşıbqa çıxıb. Mən o aşıbqanı siləcəm. Görək təzədən problem çıxacaqmı? Aşıbqanı sildik. İndi yoxlayıb baxaram. Görə aşıbqa çıxmasa yaxşı olar. Əgər aşıbqa çıxsa video çəkib paylaşacağım. Bu qədər.